Salam. OTK sınaq 2 ayın 7-sində, dekabrın 7-sində düşən sınaqların izahlarına baxaq. Deməli, relief vahidlərinə uyğun gələn xüsusiyyətləri müəyyən edin. Orinoco ovalığı, Laplato ovalığı, Orta Sibir yaylası, Anadolu yaylası. Deməli, Orinoco ovalığı əsasən subekvatorial iqlim qurşağında yerləşir. Bura 2 aiddir. Geosinkronal ərazidə yerləşir. 4-ə aid Anadolu yaylası Türkiyə ərazisində. Deməli, Laplato ovalığı cənub-qərb yarımkürəsində yerləşir. 2-yə 1. Orta Sibir yayləsi mülayim iqlim qurşağının kontinental tipində yerləşir. 3, 2, 1, 3, 4 B variantı. Xəritə sxemdə qeyd edilmiş ölkələrin hər ikisində formalaşan iqlim tipləri biri Fransadır, biri də Almaniya. Deməli, burada həm mülayim dəniz var. Fransanın, belə deyək, şimalı mülayim dəniz. Bərabər rütubətli cənubdadır. Aralıq dənizi düşmür. Buradan da Aralıq dənizi düşmür. Kontinental ümumiyyətlə düşmür. Mülayim dəniz, mülayim kontinental iqlim tipləri. D variantı. Kars relief formaları hansı yarımadada geniş yayılmışdır? Bu əsasən Balkan yarımadasına aiddir. Sloveniyada Postoy mağarası buna misaldır. Xəritə sxemdə işarələnmiş ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. Hər belə deyək 3 dənə materikin şərq hissəsində burada isti okeanlar təsirinə, iqlimin təsir edir. C variantı. Ərazidə mümkün buxarlanmanın kəmiyyəti 1800, rütubətlənmə əmsalı 1,5 olarsa, əraziyə düşən yağıntı miqdarını hesablayın. Deməli, rütubətli əmsalı yağıntının buxarlanmaya olan nisbətidir. Rütubətli əmsalı verilib 1,5, yağıntı bilmirik. Buxarlanma kəmiyyəti 1800. İkisi də bərabərdir 2700. B variantı. Yay gündönümü günü gündüzün uzunluğu daha çox olan məntəqələri müəyyən edin. Əsasən günəş şimal yarımkürəsində daha çox işıqlandırır. Burada da 1 ilə 6 uyğun gəlir. Qaradəniz sahilində yerləşən dağlar, Qafqaz dağları Gürcüstan ərazisindən, Pont, Krım dağları uyğun gəlir. Alp heç uyğun gəlmir. Kopet dağ İran Türkmənistan ərazisindədir. Zagros isə İranda. Deməli 1, 4, 6 Y bəndi. Yanlış fikri müəyyən edin. Orta Sibir yaylasının şərqində Verxoyan silsiləsi yerləşir. Bu düzdür. Cənub-Qərbi Asiyada Eol relief formaları yayılmışdır. Bəli, bu doğrudur. Mesopotamiya ovalığı ətrafı. Himalay dağlarının şimalında Tibet yaylası. Bəli, bu düzdür. Böyük Çin düzənliyi daha çox məskunlaşıb. Bəli. Pamir dağlarının ən hündür zirvəsi Nepalda yox, Çində olmalıdır. Ən hündür zirvəsi Konqurdur. Konqur. Yağıntıların orta illik miqdarı 600.000 mm olan məntəqələri müəyyən edin. Ağcabədi əsasən yarım səhrada o qədər olmaz. Deməli, sonra baxırıq. Qəbələ yox, burada olmaz. Deməli, Lənkəranda daha çoxdur. Bərdəni buradan çıxırıq. Tərtəri buradan çıxırıq. Xocavənd, Qusar, Cəllabad. C variantı. Afrikanın şimal hissəsinin cənuba nisbətən daha quraq olmasının səbəbi çünki şimal hissəsi daha geniş ərazi tutur. A variantı. Böyük Hövzə yaylası ilə Qərbi Avstraliya yaylasının oxşar xüsusiyyəti İsti okean cəryanı xeyr, burada Qərbi Avstraliyada soyuq cəryandır. Deməli, Qərbi Avstraliya platformadır, amma Böyük Hövzə isə platforma deyil. Dağ silsilələri ilə əhatə olunmayıb. Tropik işıqlanma yox, mülayim işıqlanmadır, amma üzvü aləm kasıbdır hər ikisində. Xəritə üzərində hansı məlumatı vizual təhlil metodu ilə əldə etmək olar? Aralarında məsafəni müəyyən etmək olur, nisbi hündürlüyü müəyyən etmək olur, uzunluğu da yerli vaxtda, amma iqlim xüsusiyyətləri müəyyən etmək olmur. 43. Aralıq dənizi, Qırmızı dəniz. Deməli,
Şimal tropik xəttini kəsir Qırmızı dənizə. Üç qitənin sahillərini yuyur Aralıq dənizə. Mərzan mənşəli adalara rast gəlinir. Deməli, altıya getdi. Sonra burada deməli subtropik iqlim qurşağında yerləşir Aralıq dənizi 2, 5, 3, 6, 1, 4 B variantı. 1, 4 isə hər ikisinə aiddir. Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Denudasiya heç birinə aid deyil, çünki denudasiya yaylalara aiddir. Amazon və La Plata isə ovalıqdır. Burada cavablardan biri çıxırıq. Relyefdə 4-cü dövr buzlaşması, yox, formalaşmasında çayların rolu, bəli, bu düzdür. Baxaq cavablarda. Sonra alüvyal düzənlikdə, bəli, hər ikisinə 3-lə 4, ya D-dir, ya da C-dir. Qalxan hissələrinə müvafiq qalxan yox, eynən. Qalxanlar əsasən yaylalarda, eynənlər isə ovalıqlara aiddir. Deməli, seysmik cəhətdən sabitdir. Bəli, hər ikisi 3, 4, 6. Uyğunluq pozulmuşdur. Deməli, birincidə baxırıq ki, okean sahilində vulkanik adadır. Baxırıq ki, 3 hava adalarıdır, 5 isə İslandiya adasıdır. Amma 4 isə Newfoundland adasıdır. Bu materik mənşəlidir, bu pozur. 4 pozur. Burada isə mərcan tiplidir. Deməli, burada 2 uyğun gəlmir. Birlər mərcan tiplidir, amma 2 isə materik sahilidir, bu materik mənşəlidir, bu uyğun gəlmir. 2 səhvdir. 4 ilə 2 C variantı. Dünyanın əsas daş kömür yataqları yerləşən əraziləri müəyyən edin. Deməli, Mərkəzi Afrika, burada əsasən misli, birlər çıxarıq. Floridada fosfordur, 6'ları çıxırıq, elə cavab çıxar. Appalaç 100%'dir, Cənub-Şərqi Asiya, Orta Sibir A variantı doğrudur. Deməli, miqyası 1/300.000 olan xəritədə uzunluğu 15 cm olan yolun uzunluğu miqyası 1/500.000 olan xəritədən 2 cm olan. Birinci olanı 5 dənə sıfır silirik. 1 cm-də 3 kilometr. 15 cm-də nə qədər olar? X. X-də bərabər 45 kilometr. Niyə kilometr? Həmişə ölçü vahidlərindən fikir verin. Santimetrlər ixtisara gedir. Sonra ikinci də 1 cm-də ikincini həll edirik. 5 dənə sıfır silirik. 5 kilometr. 45 kilometrə nə qədər olar? X. X-də bərabər 9 cm. Buradan kilometrlər ixtisara getdi. Qaldı cm. D variantı. Coğrafi uzunluğu 3-cü saat quşağın orta meridianının 45 dərəcə qərbdə yerləşən şəhəri müəyyən edin. 3-cü saat quşağın orta meridianını tapırıq. 3-ü vuruq 15-ə. Bilir 45 şərq uzunluğu. Qeyd elədik burada 45 şərq uzunluğu. Deyir 45 şərq uzunluğundan 45 dərəcə qərbə doğru 45-dən 45 çıxanda eləyir 0. 0-da bilirik ki, Greenwich meridianı London şəhərinə aiddir. Y. Xəritə sıxımında iştirakləmiş ərazidə yayılmış iqlim tipini müəyyən edin. Bura əsasən Qusar mailindən tapa bilərsiniz ki, Qusar maili mülayim isti iqlimdir. İsti iqlim. Bu da B variantı. Əlamətlərin aid olduğu okean cərəyanını müəyyən edin. Sakit okeanda yerləşir. Asiya qitəsinin iqlimə təsiri yağıntılar miqdarını artırır. Deməli, Alaska deyil, bu Kanar deyil, Gulfstream yox, Musson yox, Crossyo'dur bu. C variantı. Xəritə sxemi əsasən fiziki aşınmanın intensiv olduğu məntəqələri müəyyən edin. Səhraları götürə bilərik. 2, 4, 6, 5 yağıntılıdır. 1 də mülayim dəniz yağıntılıdır. Bu da subekvatorial düşür. Burada yağıntı kimya aşınmadır. 2, 4, 6 C variantı. Temperatur 30 dərəcə olan 1 kubmetr havanın nisbi rütubəti 65%-dir. Temperatur 10 dərəcə aşağı düşərsə havanın nə qədər rütubət itirdiyini hesablayın. 30 qramda mötərizədə onsuz veribdir. 30 qram 100%, 65-ə X. X də bərabərdir. Deməli 3 dəfə
9,5. Deyir 10 dərəcə aşağı düşərsə 30 idi. 10 dərəcə aşağı düşdü, elədi 20 dərəcə. 20 dərəcədə bizdə neçədir? 1 kub metr havada 17 qramdır. Amma bizdə nə qədər itiribdir? 19 tapmışdıq, burada isə 17-dir. Çıxırıq. 19,5-dən çıxırıq 17-ni, eləyir 2,5. C variantı. Okeanın dərinliyi 7500 metr olan çökəkli exolotdan göndərilən səs siqnalı neçə saniyə sonra qəbul edilər? Deməli, 7500-ü bölürük 1500-ə. Bu deyilir 5. Deyir, neçə saniyə sonra qəbul edir? 5 saniyə gedir, 5 saniyədə qayıdır. Deməli, 10 saniyə. Dəmir filizi yataqlarını müəyyən edin. Biz də əsasən dəmir filizi bilirik ki, Kiçik Qafqazda Daşkəsən ərazisindədir. Bu da aiddir Dəmiroğlu, Hamançay, Daşkəsən yataqları. Göydərə xromit yatağıdır. Ağ yataq civədir. Kastağ isə polimetaldır. 2, 3, 5. Koreya yarımadasına aid olan xüsusiyyətlər. Platforma sayəsindədir. İlin soyuq dövrü yox, isti dövrünə yağıntı daha çox təsir edir mussonların. Fəaliyyətdə olan vulkan yox, şimal mülayim işıqlama qurşağında yerləşir. Ərazisində musson iqlim tipi müşahidə olunur. Deməli 2, 4, 6. Doğru fikirləri müəyyən edin. Norveç, Bering, Oxot, Yapon dənizləri bioloji ehtiyatlarla zəngindir. Bəli, düzdür. Cənub-Şərqi Asiya ölkələri daha çox şirinləşmiş okean suyuna istifadə edir. Cənub-Şərqi yox, Cənub-Qərbi Asiya olardı. Səhvdir. Namibiya sahillərində almaz hasil edilir. Bəli, bu düzdür. Şimal dənizi sahilləri zəngin daş kömürü yox, neft qaz olardı burada. Bu da səhvdir. Hazırda Hind okeanı dəniz yük daşımasında birinci deyil. Bu da səhvdir. Süveyş və Panama kanalı dəniz nəqliyyatında mühüm rol oynayır. Bəli, bu düzdür. 1, 3, 5. Uyğunluğu müəyyən edin. 2, deməli, Nazqadır. Bir isə Ərəbistandır. Biri okean tipli, biri materik tipli. Hərəsinə aid, deməli, 1, 2. Materik tipli, deməli, 1-ə gedir. Ərəbistana həm materik, həm okean tipli heç birinə. Okean tipli yer qabığına 2-ciyə. Cənub-qərb istiqamətində heç biri. Sakit okean odlu həlqəsi formalaşmasına isə 2-yə gedir. Deməli, Bakı və Abşeron yarımadasının palçıq vulkanlar qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. Vulkan konusu, deməli, vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürülmüşdü. Püskürmə güclü alovlu müşahidə olunmuşdu. Vulkan hündürlüyü 400 metrə çatan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Vulkanın dik yamacları dərin yanğınlarla parçalanmışdı. Mətndə verilmiş vulkana aid xüsusiyyətləri cədvələ yazın. Deməli, vulkanın yerləşdiyi tektonik süxur əsasən Böyük Qafqaz tektonik qalxması ərazisidir. Az bir səsi kürə də düşür. Cənub-Şərqi Şirvan tərəfdən. Vulkanın yarandığı süxurlar, çünki palçıq vulkanlar əsasən neftli qazlı ərazilərdə, ona görə də bu çökmə süxurlara aiddir. Vulkan püskürdükdən sonra səthdə bərkimiş material, deməli, brekçi adlanır. Vulkanın yamacında yaranmış relyef formaları əsasən arid denudasyon relyef formaları aiddir. Sonra mətndə verilmiş vulkan tipinə aid xüsusiyyətləri cədvələ. Vulkanın yerləşdiyi ərazidə yayılmış faydalı qazıntılar əsasən neft, qaz. Təsərrüfat əhəmiyyəti əsasən müalicə məqsədi ilə də olar. Sonra istirahət zonası,